Salam əziz kitab sevərlər. Bugün mən sizin üçün kitab oxuyacağam. Oxuyacağım bugünkü kitab Qəbrinizə tüpürməyə gələcəyəmdir. Boris Vian'ın əsəridir. Bir şey də deyim, kitab 144 səhifədir. Bu videonun ikinci hissəsi və çox düşünürəm ki, 4-cü və 3-cü və 4-cü hissəsi də olacaq. Bir şey nəzərinizə çatdırım ki, ekranlaşdırılmış əsərdir. Yəni bunun filmi də var bu kitabın. Çox uzatmadan kitabı oxumağa başlayayım. Sizə də xoş izləmələr və xoş dinləmələr. Baktonda məni heç kim tanımırdı. Klem də bu şəhərciyi həmin səbəbdən seçmişdi. Yeri gəlmişkən, əgər çəkinməsəydim, fikrimi dəyişmək istəsəydim, onsuz da şimala doğru yolumu davam etdirməyə benzinim yox idi. Vur tut 5 litr qalmışdı. Üstəlik bircə dollar. Bir də Klemin məktubu. Başqa heç nəyim yox idi. Çamadandan ümumiyyətlə danışmasam yaxşıdır. Xüsusi də onun içindəkindən. Hə, unutdum. Yük yerində körpənin balaca tapancasını yerləşdirmişdim. 6.35 kaliberli ucuz tapanca. Şerif bizə cəsədi götürməyə və dəfn etməyə icazə verəndə tapanca hələ də onun cibində idi. Düzünü desəm, hər şeydən çox Klemin məktubuna bel bağlayırdım. Mənim bəxtim gətirməlidir. Mənim bəxtim mütləq gətirməlidir. Sükana tutduğum əllərimi, barmaqlarımı, dırnaqlarımı gözdən keçirdim. Doğrusu burada hər şey qaydasındadır. İlişməyə bir səbəb yoxdur. Bəlkə vəziyyətdən çıxmağı bacardım. Qardaşım Tom, onu Klemin universitetdən tanıyırdı. Klem özünü onunla başqa tələblərdən fərqli aparırdı. Tomla həvəslə söhbətləşir, bir yerdə içir və Klemin Cadillacında gəzirdilər. Orada qardaşıma yalnız Klemə görə dözürdülər. Klemin atasının vəfatından sonra fabrikin başına keçmək üçün çıxıb gedəndə isə Tom oralardan əkilməli oldu. O yanımıza qayıtdı. Artıq çox şey öyrənməyə imkan tapmışdı. Odur ki, yeni məktəbdə müəllim işinə düzəlməyə nail oldu. Sonra da körpə ilə bağlı bu hadisə. Onun yerinə mən olsam susardım. Ancaq körpə başqa cür düşünürdü. O bu işdə pis heç nə görmürdü. Belə də qızın atası və qardaşı körpə ilə haqq hesab çəkmək qərarına gəldilər. Məhz bu səbəbdən qardaşım Klemə məktub yazdı. Mən artıq orada qala bilməzdim. Ona görə də qardaşım Klemdən mənim üçün nəsə bir iş tapmağını xahiş elədi. Elə iş ki, ara sıra görüşə bilmək üçün çox da uzaq olmasın. Ancaq çox da yaxın da olmamalıydı ki, bizi orada heç kəs tanımasın. Tom düşünürdü ki, zahiri görkəmimi və xarakterimi nəzərə alsaq, biz əslində heç bir risk etmirik. Bəlkə də o haqlı idi, ancaq mən bütün günü sadəcə körpəni xatırlayırdım. Özür istəyirəm dostlar. Baktonda kiçik kitab dükkanının müdürü. Mənim yeni işim bu idi. Mən əvvəlki müdirlə tanış olmalı və 3 gün ərzində işi öyrənməli idim. Köhnə müdirin vəzifəsi bir pillə yüksəltmişdilər və çıxıb gedərkən yəqin ki, məni aldatmağa cəhd etməli idi. Günəş şəfəq saçırdı. Dükkanın olduğu küçə hazırda Pearl Harbor Street adını daşıyır. Bəlkə də Klemin bundan xəbəri yox idi. Lövhədə hələ də bu köhnə adı oxumaq olurdu. Mağazanı 270 nömrəli ünvanda tapdım və köhnə maşınımı onun qapısı önündə saxladım. Kassanın arxasında əyləşmiş müdir cədvəldəki hansısa rəqəmləri yoxlayırdı. O sərt baxışlı, mavi gözləri və solğun sarı saçları olan orta yaşlı birisi idi. Mən salamlaşdım. Sabahınız xeyir. Nə isə almaq istəyirsiniz? Sizə məktub gətirmişəm. Deməli işləri sizə təhvil verməliyəm. İcazənizlə məktuma baxın. O məktubu götürdü, oxudu, sonra büküb mənə qaytardı. İş çətin deyil, o dedi. Mallar budur. Əli ilə işarə etdi. Hesabatlar axşama hazırlayacağam.
O ki qaldı satış, reklam və digər məsələlərə, baş idarənin maliyyə müfəttişlərinin göstərişlərinə və alacağınız sənədlərə fikir verin. Bura filialdır? Bəli, filialdır. Oldu. Başımla razılığımı bildirdim. Ən yaxşı nə satılır? Romanlar, nalayiq romanlar. Ancaq bundan bizə nə? Dini ədəbiyyat da pis satılmır. Eləcə də dərsliklər. Uşaq kitabları bir o qədər də alınmır. Ciddi kitablar isə lap az alınır. Düzdür. Heç özüm də belə kitabların müştərilərini artırmağa çalışmamışam. Sizin fikrinizcə dini ədəbiyyat qeyri-ciddidir? O dodaqlarını dili ilə yaladı. Mən elə demək istəmədim. Ürəkdən güldüm. Narahat olmayın. Elə mən də möhkəm inanclı biri deyiləm. Onda sizə bir məsləhət verim. Fikrinizi özünüzdə saxlayın və hər bazar günü pasportu dinləməyə gedin. Üzr istəyirəm, pastoru dinləməyə gedin. Yoxsa burada işləməyə qoymazlar. Əla, mən dedim. Bazar günləri pastora qulaq asacağam. Alın. O mənə vərəqi uzadaraq dedi. Yoxlayın. Bu son ayın hesabatıdır. Hər şey çox asandır. Kitabları mərkəzi mağazadan götürürük. Qəbul olunanların və satılanların hesabını 3 nüsxədə aparmaq lazımdır. Pulun dalınca 2 həftədən bir gəlirlər. Sizə çeklərlə kiçik faiz ödəyəcəklər. Onu bura verin, mən dedim. Vərəqi götürdüm və üstünə alıcıların rəflərdən götürdükləri kitablarla dolu piştaxtaların arxasında əyləşdim. Görünür, onun bu kitablara qaytarıb yerinə düzməyə vaxtı çatmamışdır. Bu tərəfdən maraqlı daha nə var? Mən yenə soruşdum. Heç nə. Qarşıdakı aptek, qızlar və buradan 2 məhəllə aralıda Ricardo'da viski var. Kəskin ədalarına baxmayaraq bu adamlar yetərincə xoş təsir bağışlayırdı. Artıq nə qədər vaxtdır buradasınız? 5 ildir, o dedi. Daha 5 il qalıb. Bəs sonra siz hər şeylə maraqlanırsınız. Günah özünüzdədir. Niyə hələ 5 ilin qaldığını söylədiniz? Axı bu haqda sizdən heç nə soruşmamışdım. O bir qədər gülümsəndi və gözlərini qıydı. Haqlısınız. Beləliklə daha 5 il sonra bu işi tərk eləyəcəm. Bəs nə ilə məşğul olacaqsınız? Yazacağam, o dedi. Bestsellerlər yazacağam. Tarixi romanlar. Zəncilərin ağ qızlarla necə yatdıqları və buna görə linç olduqları haqda, gənc təmiz qızların əclaflarla dolu fəhlə qəsəbəsində öz bakirəliklərini necə qoruyub saxlaya bildikləri barədə romanlar yazacağam. O gülümsəndi. Daha sonra əsl və cəsarətli romanlar. Axı bu ölkədə cəsarətli olmaq çox asandır. Hər kəsin bildiyini söyləmək yetər. Bəs siz bacarırsınız? Əlbəttə bacarıram. Artıq 6 romanım hazırdır. Onları nəşr etdirməyə çalışmısınız? Mənim nəşriyyatlarda nə dostlarım, nə də rəfiqələrim var. Öz hesabıma nəşr etdirmək üçünsə hələ pul yığmamışam. Bəs pul yığılandan sonra nə olacaq? Bax, elə 5 il ərzində yığıram. Yəqin ki, siz də yaxşı yazıcı çıxacaq. Mən axırda dedim. Növbəti 2 gün işlərim çox idi. Baxmayaraq ki, onlar birbaşa iş adlandırmaya da çətindir. Ancaq bütün bunlara baş çıxarmaq lazım idi. Bundan da əlavə Hansen, müdirin adı bu cürdür. Mənə ədəbiyyat barədə danışmaq üçün mağazaya baş çəkən daimi müştərilərlə bağlı bəzi məlumatlar verdi. Yeri gəlmişkən, onların bilikləri Şənbə İcmalı və 60 min tiraja çıxan yeni jurnalın ədəbiyyat səhifələri ilə məhdudlaşırdı. Hələlik mən onların Hansenli söhbətlərini dinləməklə kifayətlənir, hər birinin adını, zahiri görünüşünü yadda saxlamağa çalışırdım. Məlumdur ki, kitab mağazalarında ayağına kandardan içəri qoyan müştərini tanımaq heç yerdə olmadığı qədər vacib şərt sayılır. Bu qədər. İş gücün arasında mən qarşıdakı aptekin yerləşdiyi binaya indiyədək Hansen'ın yaşadığı 2 balaca otağı kirayələməyə nail oldum. Üstəlik Hansen mənə avansla bir qədər pul da verdi. Həmin pullar 3 gün qaldığım mehmanxana ilə haqq hesabı çürütdüm. 2 gün isə müdirin özü məni nahara dəvət etdi. Üstəlik
onun xərcini mənim borcuma əlavə etməyə icazə vermədi. Bir sözlə özünü yaxşı oğlan kimi göstərdi. Ancaq bu bestseller ideyası heç xoşuma gəlmədi. Axı bestsellerlər bu cür yazılmırlar. Hər halda ümid edək ki, Hansının istedadı var. Bugünlük bu qədər dostlar. Hadisə 1-2 gündən sonra yeni video gələcək. O videonu da izləməyi unutmayın və aşağıdan like koyub abunə olsanız çox sevinərəm. Sağ olun.